bizdən qurban, yəni heyvan kəsməyimizi istəmir. Bilirsən qardaşım, bax, biraz oyaq olmaq lazımdır. Diqqətli olmaq lazımdır. Məsələləri düzgün yerinə qoymaq lazımdır. İnsanlar başa düşmürlər ki, Elşad Miri dini dağıtmaq üçün gəlib, göndərilib, yaxud var, həyatda mövcuddur. Elşad Miri Allahın, onun rəsulunun və dininin düşmənidir, açıq aydın şəkildə. Bunu gizlin etmir. Fəaliyyəti, missiyası açıqdır. Adam dinlə mübarizə aparır. Vallahi Allahla mübarizə aparır. Necə o dediklərinlə? Rəsulunla düşməndir. Bunu insanlar başa düşmürlər. O fikir ver, o Elşadın danışdığı şeylərə bax. O dində olan məsələlər var, biraz xırda məsələlər, biraz yüngül, əhkamlarla bağlı. Onlarla işi yoxdur. Qətiyyən. Çünki maraq o deyil. Maraq İslamı dağıtmaqdırsa, danışdığı o inkar etdiyi şeylərə bax. Məsələn, cümə namazı. Köklü məsələ. Köklü əhsən. Məsələn, hicab. Məsələn, qurban yoxdur kəsmək. Həcc ibadəti mənasızdır. Daş atmaqdır. Bunlar, şuardır axı. Azan. Elə-belə məsələlər qaldırmayıb. Məsələn, namazda, rukuda nəyisə demək yox, bu hədisə əsaslanıb səhv edirsiniz filan, belə şeylər yox. Maraq da yoxdur buna. O 14 əsr, 1400 ildir müsəlmanların ibadət etdiyi şeylər ki var, müsəlmanların deyirəm. Demirəm şiələrin, sünnülərin, sufilərin, müsəlmanların 1400 il, 1400 ildir müsəlmanların ibadət etdiyi şeylər ki var, İslamın böyük şuarları. Bu hamımızda belədir də. Sünnülərdə də, şiələrdə də həcdir. Zəkat zəkatdır. Namaz namazdır. Düzdür? Oruc orucdur. Qurban qurbandır. Bayram bayramdır. Azan azandır. O böyük şuarları vurub sındırır. Düşməndir İslamın. Sadəcə nəyi saxlayıb? Müsəlman adını. İndi müsəlman adını saxlayıb deyə, o özlərinə quru müsəlman deyənlər var. O müsəlmançılıqdan onlarda heç nə yoxdur. Quru ad. Müsəlmanlar var, deyirlər özlərinə. Onlara ən birinci onlara sərf eləyən Elşaddır. Elşad ən birinci onlara sərf eləyir. Yi, iç, kefələ, əylən, ibadət falan belə şeylər lazım deyil. Qurbandır, zaddır. Bunlar hamısı istəyirsən xristiyan ol, istəyirsən müsəlman ola, hicabla. O insanlara o adı daşıyan var, quru boş ad, özünə müsəlman deyir, müsəlmançılıqdan əsər əlamət yoxdur. Elşad Miri və onun kimi adamlar onlara sərf eləyir. Ona görə onlar dəstəkləyir. Onlar səna edir, tərifləyir. Onlar deyir, halaldır sənə, əsl İslam budur. Amma mümkün deyil. Bir müsəlman, həqiqi müsəlman, Rəbbinə ibadət edən, firqəsindən, tayfasından, məzhəbindən asıl olmayaraq Elşad Miriyə qulaq assın. Niyə? Çünki qulaq assa məcburdur çıxsın dindən. Elşad Miriyə qulaq asmağın nəticəsi dini inkar etməkdir. Və vallahi qulaq asanların 90% Allahın dininin düşmənidir. Ya Allah yoxdur deyənlərdir, ya deistlərdir, ya filan. Amma problem hardadır, yaxud maraqlısı hardadır? Bu Elşad nəyə görə təhlükəlidir, hansı baxımdan problemdir? Bu din adınla eləyir. Məsələn, ateist çıxır, mübarizə aparır İslamla, Allaha inananlarla. O deyir, Allah yoxdur. Problem buradadır ki, bu deyir, Allah var. Allah var, müsəlmanıq, düzdür? Və belə mübarizə aparır. Və insanlar da müsəlmanlar, bu quru müsəlmanlar var deyənlər özlərinə. Bilmir. Bugün müsəlmandırsa, bu özünə ateist deyəcək, rahat.
Və Elşad deyir, misal üçün, sən azadsan, ixtiyar sahibisən, istəsən Yahudi, istəsən Xristiyan. Elşada görə biraz söhbət elə. Vallahi deyirəm, Rəbbim şahiddir sözümə. O gələn şey yoxdur, Elşadın gəldiyi tariqa, yol, hansı şeylə yaxınlaşır, hansı hüccətlə, necə dinə baxır, baxış yoxdur. O baxışla mən rahat sənə sübut eləyərəm ki, Allah yoxdur, din yoxdur, Peyğəmbər yoxdur. Belə. Yəni, bütün hamısını inkar edib, bunu saxlayırsan, bunu niyə saxlayırsan, bunu inkar elə də. Yəni, o, Allahın dedikləri yoxdur, hamısını inkar eləməmişsən, bu özünü niyə inkar eləmirsən? İnkar elə özünü də də. Yəni, rahat da ondan söhbət eləyib, demək ki, sənə mən göstərim ki, Allah yoxdur. Yəni, başa düşüldü, nə mənada demək istəyirəm. Yəni, onun o yaxınlaşdığı şeylə və əslində də insanın hədəfi budur. Əslində, insan bu etiqaddadır. Çünki o, dediyi şeyləri inkar edilən şeylər ki var, o əslində ateist bunu inkar edir. Amma bu hər şeyi inkar edir, tək bunu saxlayır. Ona görə insanlar azırlar, aldanırlar. Müsəlmançılıqdan əsər əlamət yoxdur onda. Və mən hər dəfə deyirəm, çox uzatmayım, Elşad Mirinin batil yol üzərində olmasını bilmək üçün bəs edir bir şey, demirəm 2, demirəm 3, demirəm 4. Və bu bir şey bütün ağıl sahibləri üçün bəs edir. Demirəm dindarlar üçün. Bütün ağıl sahibləri, əqilli olan adamlar üçün bəs edir ki, adam dinin düşmənidir. Nə? Sən təsəvvür elə, 1400 il bundan qabaq yer üzündə müsəlmanlar olub, yaşayıblar Peyğəmbərimiz, sahabələr falan hamısı. Gəlir üzü bura. 1400 il müsəlmanların əməl etdiyi bir əməli 1400 ildir o əməllə Allaha yaxınlaşıblar, ibadət ediblər. Və onun içərisində dərya insanlar olub, imamlar, böyük alimlər. Doğulandan ölənə qədər xidmət edib Allahın dininə insanlar. Sən kimsən ki, nəçisən ki? Sən ümumiyyətlə, vallahi hələ də bugünə qədər Allah qismət etməyib, ayələrini düzgün desin. Allah nəsib etməyib, müvəffəq etmir insana ki, Quranı düzgün oxusun. O gün bir Quran oxumağa qabağıma çıxıb, bunu ayə deyir də dərslərin çıxışlarında, videolarında. Yəni, adam utanır, yəni, bu danışır, yəni. Dili yatmır Qurana. Dili yatmır, Allah qoymur. Eybəcər formada güldürür insanları. Təsəvvür, bir dəxlisiz bir adam Bakıda çıxıb, Allah iddia edir ki, Allahı müsəlmanam, tanıyıram Allahı, yəni o mənada, tanıyıram Allahı, Allahı mən sizə öyrədəcəm. Sən demə, ey insanlar, bu günə qədər 1400 ildir siz səhv etmişsiniz. Yaxşı ki, mən gəlmişəm və bu gündən sonra insanları oyadıram. 1400 ildir səhv etmişsiniz. Bax, bu özü bəs edir ki, adam nə yoldadır, demirəm dahi. Nə gündədir, yəni. Necə insan bunu çıxıb deyə bilər ki, hə, sən düz deyirsən, bu günə qədər səhv. O, bu günə qədər səhv edirdilər, Elşad düz deyir, deyən insanlar var, o heç vaxt əməl etməyəcək. Heç vaxt. O başını qoymayacaq səcrəyə. O sadəcə olaraq marağa düşüb, deyirsən, düz deyirsən. O tənbəldir, o ibadət eləmir Allaha. O donuz əti də yeyir, it əti də yeyir, hər şeyi yeyir, çünki icazə verir axı Elşad. Əyləməyə verir icazə, hər şey verir icazə, ibadət etməsən də olar. Bu insanlara sərf eləyir. Və o insanlar bir ağızdan çıxıb deyirlər ki, sən düz eləyirsən, düz deyirsən. O elə bilirsən, sən düz deyirsən deyənlər var, din yaşayırlar. Onlar müsəlman deyirlər, yəni. Allah bilmirlər, Peyğəmbər bilmirlər, İslam bilmirlər. Onlar deyirlər, sən düz eləyirsən. Təsəvvür elə, bir normal ağılı üstündə olan adam necə hə deyə bilər, qəbul edə bilər ki, bəli, 1400 ildir siz səhv edirsiniz, hicab bağlayırsınız, sən demə, indi bu əsrdə Elşad adında bir şəxs çıxdı, həqiqətən Allahın dinində hicab yox imiş məsələsini tapdı və insanlara car çəkdi ki, ey insanlar, səhv edirdiniz, hicab yox imiş, mən tapdım. Və kütlə cəmaat da gəlib deyir ki, o düz deyir. Bu artıq xəstəlikdir, yəni. Bu artıq problemdir, ciddi problemdir. Ona görə normal adamlar deyirlər axı. Normal adamlar deyirlər. Hər bir halda məqsəd dini dağıtmaqdır, şək yoxdur. Məqsəd dini dağıtmaqdır, şək yoxdur.
İslamın düşmənidir şəxs. Və bu get-gedə daha izhar olur. Daha açıq-aydın şəkildə izhar olur. Çünki əvvəli belə deyildi. Əvvəl ayə də deyirdi, hədis də deyirdi, başqa şeylər də asta, yavaş-yavaş elə şeylər inkar olunur. Yəni yoxdur da, din yoxdur yəni. İslam yoxdur yəni. İslam dini boş şeydir yəni. Rəşad Miriyə görə İslam dini boş şeydir. Çünki bu şeylər heç biri yoxdursa, deməli İslam yoxdur yəni. Başsala bildim. Ayələr var. Yox, o problem hansıdır? Yox, problem hardadır? Bax, Quran ayəsi yoxdur. 14 əsrdir müsəlmanlar oxuyur, başa düşür. Bu gəlib, bu insan deyir ki, qardaş, 14 əsrdir milyonlarla insanlar var. Quran-ı Kərim həmişə olub axı. Qiyamətə qədər də olacaq, əlhamdülillah. O 14 əsrdir siz oxuyub əməl etdiyiniz şey var. Sizin xəbəriniz yoxdur, siz dili bilmirsiniz. Sən demə, siz dili bilmədiyinizə görə ərəb dilini, təfsiri, Allahın muradını siz başa düşməmisiniz, azıb səhv yolla getmisiniz. Mən dili bilirəm, ərəb şünasam, mən başa düşürəm Allahın muradını nə demək istəyir və özündən murad ixtira edir, məna ixtira edir və Allahın Quranda nazil etdiyi ayələri səhv özü istədiyi kimi başa düşür. Başa düşəndən sonra deyir, Allah bunu demək istəyir sizə. Nəticədə 14 əsrdir müsəlmanların bilmədiyi, demədiyi, olmayan bir şey çıxır üzə. Yəni, demək istədiyim odur ki, Qur'anı istədiyi kimi təfsir edir, istədiyi kimi danışır və orada olmayan şeyləri. Orada olmayan şeydir, deyir və ora aid edir. Deyir və ora aid edir. Və indi burada bir maraqlı bir sual çıxır. Sən Qur'anı belə başa düşmürsən. Düzdür? Və sən deyirsən ki, Quran budur. Səndən başqa belə başa düşən yoxdur. 1400 ildir müsəlmanlar tam əksini başa düşüb olduğu kimi. İndi sabahlar sən öləcəksən 20 il, 30 il, 40 il sən yaşamayacaqsan ki, 100 ildən sonra yoxsan sən. Başqa biri gələcək, Elşad Miri yox, Məmməd Miri. O da deyəcək ki, qardaş, bax, Quranda bax, budur. 50 ildən sonra biri gələcək, budur. İndi bu nə deməkdir ki bu? Sən düzsən yəni. Hamısı səhvdir, mən düzəm. Elşad Miri demək istəyir ki, bütün Qur'anı oxuyanlar, təfsir edənlər, 1400 illi müsəlmanlar oxuyub başa düşürlər. Siz hamımız, ey insanlar, səfəysiniz. Səhv yolun dalınca gedirsiniz, səhv başa düşmürsünüz. Əslində, mən deyəndir. İndi o demək lazımdır ki, sən kimsən? Hətta sən deyən olsun, yəni. Ona görə bunu bilmək üçün, başa düşmək üçün, dərk etmək üçün çox elm lazım deyil ki, yəni. Sadəcə olaraq biraz insanın şuuru olmalıdır, dərrakəsi olmalıdır, fəhmi olmalıdır, görsün ki, adam normal adam deyil və adam düşməndir, Allahla düşmənçilik eləyir. Bu qədər.